Neftçinin 11 yaşlılardan ibarət komandası AFFA U11 liqasında növbəti oyununa çıxıb. Cüdo Federasiyasının təlim məşq mərkəzində Modernlə qarşılaşan Ağqaralar böyük hesablı qələbə qazanıb. Neftçinin qollarını Rəvan Əmrahov, Salman Səlimov, Oktay Vəlisoy, Əli Nuri, İslam Qurbanzadə, Əhməd Hacıyev, Rıza Əlizadə və Sunay Mirzəyev vurublar. Komandamızın baş məşqçisi Ümumi bu sferadan baxsaq, həqiqətən də bugünkü oyun uşaqlar istədiklərimizi icra etməyə bacardılar, həm fərdi olaraq, həm də komanda şəklində. Ümumi götürəndə uşaqların hazırki durumundan razıyıq. Uşaqlar sərbəstdirlər, topla fitlər edirlər, dribling edirlər. Əsas odur ki, uşaqlar bu yaş qrupunda sərbəst olsunlar və öz hərəkətlərini icra etməkdən çəkinməsinlər. Şükür, yəni bu baxımdan baxsaq məsələyə hər şey qaydasındadır. Biz komandaya bu il təyin olunmuşuq, mən və Elvin müəllim. Bizim üçün əsas bu yaş qrupunda ümumiyyətlə sizi doğru vurğulayır.